Herkese salam. Bugünkü dərsimiz valentlikdir. Valentlik nədir? Biz bilirik ki, hər hansı bir maddəni yazmaq üçün kimyada, həmin maddənin hansı elementlərdən təşkil olunduğunu bilmək lazımdır. Bir də valentliyi bilmək lazımdır. Yəni kimyəvi formul e, bilmək lazımdır. Kimyəvi formulda kimyəvi işarələr və indekslər əsasında müəyyən olunur. E, Məsələn, yazaq H2O. Burada nə görürük? Hidrogen, oksigen bu kimyəvi elementdir. Bir də 2 görürük. Bu 2 indeks bu oksigenin valentini göstərir. Yəni hər hansı bir formul yazmaq istəyiriksə, burada mütləq valentliyi bilmək lazımdır. Ümumiyyətlə valentlik nədir? Sualı verilsə, deyirik ki, bir element atomunu özünə müəyyən sayda digər element atomunu birləşdirmək qabiliyyətidir. Bu qayda biraz çətin görünə bilər, əslində çətin deyil. Bu nə deməkdir? Yəni ki, bir element atomu, yəni oksigen, özünə neçə dənə element atomu birləşib? 2 dənə hidrogen birləşdirib. Bu onu göstərir ki, oksigen burada 2 valentdir. Soruşdular, bəs hidrogen neçə valentdir? Yenə hidrogen üçün baxırıq. Bir element atomu, yəni hidrogen, özünə neçə dənə oksigen birləşdirə bilər? Bir dənə oksigen birləşdirə bilər. Deməli, hidrogen də 1 valentdir. Ən sadə qayda isə belə yadda saxlayın. Çıxan xəttlərin sayı. Oksigendən neçə xətt çıxıb? 2 xətt. Deməli, oksigen 2 valentlidir. Hidrogendən neçə dənə xətt çıxıb? Bir dənə hidrogenə baxırıq. Bir dənə xətt. Deməli, hidrogen burada 1 valentlidir. Anlayışını ilk dəfə olaraq elmə Frankland gətirmişdir. Valentlik sabit və dəyişkən valentli olmaqla 2 qrupa bölünür. Sabit valentli elementləri necə yadda saxlayaq? Birinci qrupda bilirik ki, hansı elementlər var? Litium, natrium, kalium, rubidium, sezium. Yəni bunu əzbər bilmək lazımdır. Litium, natrium, kalium, rubidium, sezium qələvi metallardır. Bir dənə bura sabit valentli kimi hidrogen və florü da əlavə edirik. H flor kimi də yadda saxlaya bilərsiniz. İkinci qrupda hansı elementlər var? Berilyum, magnezium, kalsium, stronsium və barium. Bu üçün də yenə əzbər bilmək lazımdır. Qələvi torpaq metallardır. Berilyum, magnezium da əlavə edirik. Yəni ikinci qrupda bütün 2 valentli götürürük sabit. Buna da əlavə edirik? Civə, sink, bir də oksigen. Bunları əlavə edirik. Üçüncü qrupda bor, alüminiumdur. Bal sözündən yadda saxlaya bilərsiniz. Ümumiyyətlə 1 ilə 2-ni bütöv bilin. 3-dən sonra 2 dənə element bilsəniz kifayət. Bal sözündən yadda saxlayın. Bu da sabit 3 valentlidir. Sonra keçirik 4-cü qrup. 4-cü qrupda karbon və silisium var. Karbon sabit valentlidir. Sabit 4 valentli. Silisium isə dəyişkən valentli. Dəyişkən valentləri ayrıca deyəcəm. Deməli, biz sabit valentlilər kimi hansıları öyrəndik? 1, 2, 3, bir də karbon 4. Birinci qrupda qələvi metallar hidrogen florü əlavə edirik. İkinci qrupda berilyum, magnezium, qələvi torpaq metallar kalsium, stronsium, barium. Bir də buradan civə, sink, oksigen əlavə edirik. Üçüncü qrupda bal, bor, alüminium 3 valentlidir sabit. Dördüncü qrupda da sabit karbondur 4 valentli. Bunlar sabit valentlilərdir. Bunları əzbər bilmək lazımdır. 4-dən başlayaraq dəyişkən olur bu arada. 4-cü qrupda dedik karbon, silisium, karbon sabitdir, qaldı silisium. Belə yadda saxlayın ki, həmişə maksimum valentlik qrupun nömrəsidir. Burada 4-dür. Deməli, maksimum 4 olacaq valentliyi. Minimum isə cüt ədədləri yadda saxlayın 2, 4. Deməli, silisium 2 və 4 valentli göstərir. Sonra 5-ci qrupda azot və fosfor var. 5-ci qrupda da düzdür. 5-ci qrupdursa dedik ki, maksimum 5 ola bilər. Maksimum 5 götürürük, amma bu fosfor üçün uyğundur. Azot 5 valent olamır. Minimumu da bunların tək ədədlər 3, 5. Bu şəkildə yadda saxlayın. Bir dənə azot 3, 4 göstərir. 5 göstərə bilmir. Sonra gəlir 6-cı qrup. Oksigen, kükürdür də 6-cı qrupda. Oksigen biz dedik sabit 2-dir, bunu çıxdı. Qalır kükürd. Kükürd də 6-cı qrupda yerləşir axı. 6-cı qrupda maksimum neçə ola bilər? 6 qrupun nömrəsi. Bir də cüt ədədlər 2, 4, 6. 7-ci qrupda yerləşir flor, xlor, brom, yod. Biz floru dedik ki, sabit 1 valentli çıxdı. Qaldı xlor, brom, bir də yod. Bu da 7-ci qrupda yerləşir. 7-ci qrupda da tək ədədlər 1, 3, 5, 7. Maksimum 7 valentli qrupuna uyğun. Digərləri də tək ədədlər kimi yadda saxlayırıq. Bu belə.
Metallardan da yadda saxlama yolları deyim. Dəmir, berium. Bunu yadda saxlamaq üçün valentini, dəmir sözünü yazın. Neçə dənə sait var? 1, 2 dənə. Neçə dənə samit var? 3 dənə. Dəmir olur 2, 3 valent. Sonra mis. Eyni qayda dəmirlə mis də uyğundur. Mis sözünü yazın. Neçə dənə sait var? 1, neçə dənə samit var? 2. Valenti 1, 2. Sonra xrom. Xrom 2, 3, bir də 6 göstərir. 2-ni 3-ə vurarıq, 6-da yadda saxlayarıq. Sonra manqan 1 ilə 5-dən başqa 1 ilə 5-dən başqa hamısını göstərir. Yəni 2, 3, 4, 6. Sonra bir də 7 göstərir. İndi bu öyrəndiklərimizə əsasən gəlin formul çıxardaq. Məsələn, bizə yazıbdır natrium, bir də yazıb kükürt yazsın. Burada deyir ki, bunun formulunu çıxart. Sizə burada yazacaq 2. Deyirsiniz ki, bəs natriumun valentini yazın, bax biz harda bilək. Natrium dediyi axı sabit valentdir. Sabit isə mütləq üstünə yazın. Yəni bilirsiniz də, sabitləri əzbər bilmək lazım. Dəyişkənləri özləri yazacaqlar üstünə. Deməli, necə çıxardırıq formulu? Çarpaz aşağı 2, bu da 1 olur natrium 2S. Və yaxud da yazaq dəmir, bir də oksigen. Dəmir, biz bilirik ki, oksigen sabit 2-dir. Bunu yazmaya bilər. Üzərində siz özünüz yazın sabitləri. Dəyişkəni orada özü verəcək. Yazıb məsələn 3. Çarpaz aşağı. Baxın görün, əgər ixtisar getmirsə, elə çarpaz aşağı göndəririk rəqəmləri. 2, 3, dəmir 2, O3. Və yaxud da bir dənə də ixtisar gedəndən yazaq. Məsələn, xrom yazaq. Oksigen yenə bilirik sabit 2-dir. Xromun isə valentini qeyd etməlidir. Yazıb məsələn 6. Burada baxıram ki, 6 ilə 2 ixtisar gedir, düzdür? İxtisar eləsəm burada nə qalacaq? 3, 1. Çarpaz aşağıda ixtisar getmə ehtimalı yoxdur. Xrom O3. Bu şəkildə hesablaya bilərsiniz.